Deməli, sual belədir ki, tövhid kəlməsinin və la ilahə illallahın mənası nədir? Bunun mənası odur ki, tövhid kəlməsi kəlmə olaraq vahhədə kəlməsindən götürülür. Vahhədə, yəni təkləmək deməkdir. Lüğəti mənası, yəni təkləmək. Şər'i mənası isə Allah Azza və Cəlləni rububiyyətində, uluhiyyətində və ad və sifətlərində təkləmək. Tövhid kəlməsinin mənası budur. Yəni Allah Azza və Cəllənin xəlq etmə sifətində öldürmək, diriltmək, rızqı vermək, rububiyyətə xüsusi olan, məxsus olan sifətlərdə təkləmək və uluhiyyədə qulların əməllərində, ibadətlərində Allahı təkləmək. Yəni Allahdan başqasına şərik qoşmamaq və ad və sifətlərində həmçinin Allah Azza və Cəlləni təkləmək. Yəni Allaha məxsus olan adları başqalarına qoymamaq, Allaha məxsus olan sifətləri Allah yaratdığı məxluqlara şamil etməmək. Kəlmə tövhidin qısa və konkret mənası budur. Amma la ilahə illallah kəlməsinin mənası, ən doğru mənası, əhl-i sünnə vəl cəmaanın icma etdiyi mənası odur ki, la ilahə illallah mənası odur ki, Azərbaycan dilində Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. Haqq ibadət olunan yoxdur. Bəzi sufi təriqətləri kimi və yaxud da bidət firqələri kimi bu belə tərcümə olunmur ki, Allahdan başqa ilah yoxdur və yaxud da Allahdan başqa məbud yoxdur. Çünki bu həddi zatında qadağadır bu cür tərcümə eləmək. Nəyə görə? Çünki Allahdan başqa bugünkü gündə çox ibadət edilənlər var. Onda belə çıxır ki, o ibadət olunanlar nə ibadət olunursa deməli onda haqdır. Əgər belə tərcümə olunsa, bunun mənası belə gəlir ki, onda nə ibadət olunursa deməli haqdır. Deməli ibadət olunanların hamısı haqdır. Nə ibadət olunursa hamısı Allahdır. Belə mənaya gəlir. Ona görə bu qeydi qoymaq mütləq lazımdır. Allahdan başqa ibadətə layiq, haqq, məbud, ibadətə layiq, haqq, məbud yoxdur. Çünki bugünkü gündə insanlar var, qəbirlərə ibadət edirlər, ölmüş insanları ilahlaşdırırlar, onlara ibadətin hər hansı bir növünü sərf edirlər və yaxud da tavaf edirlər və yaxud dua edirlər və yaxud gedib sürtünürlər və yaxud da gedib orada dua edirlər, nəzir verirlər və kimisi inəyə, kimisi camışa, kimisi kərtənkələyə, kimisi tovuz quşuna, kimisi ağaca, daşa ibadət edir. Bunların hamısı batil məbudlardır, batil ibadət olunanlardır. Haqq etmədiklərinə görə. İbadəti yeganə, haqq eləyən, uca olan Allah Azza və Cəllədir və ondan başqa heç bir şey ibadətin hər hansı bir növünü sərf etmək olmaz. Deməli, la ilahə illallah kəlməsinin ən doğru mənası odur ki, Allahdan başqa ibadətə layiq, haqq, məbud yoxdur. Allahu aləm. İxlasla.com saytı tərəfindən təqdim olundu.